Bugün anım gününü qeyd etdiyimiz Aşıq Ələsgər Azərbaycan xalqının, Türk dünyasının ən böyük sənətkarlarından biridir. Aşıq sənətini, ozan sənətini uca dağlardan da yüksək zirvələrə qaldırmış bu xalqımızın sevimli oğlunun anım günü Göyçə sevərlər, aşıq poeziyasını sevənlər, aşıq sevərlər üçün çox əlamətdar bir gündür. Və bura Basarkeçər icması, Basarkeçər rayon icmasının iştirakı ilə bugün keçirdiyimiz bu anım günündə Dədəli Əsgər haqqında çox şeylər demək olar. Aşıq Ələsgərin yaradıcılığına, onun şeir dünyasına, onun sənət dünyasına, onun poeziyasına yüzlərlə, minlərlə kitab, ədəbi, bədii sənət əsərləri həsr olunub. Ancaq buna baxmayaraq qeyd etməliyəm ki, Aşıq Ələsgərin yaradıcılığı elə böyük bir zəngin, elə böyük bir dərin okeandır ki, hələ də onun açılmamış milyonlarla sirləri var. Qeyd etməliyəm ki, bu haqda nə dövrü mətbuatda, nə belə deyək, elə geniş şəkildə qeyd olunmasına baxmayaraq qeyd etmək istəyirəm ki, Aşıq Ələsgərin ilk anım günü 1946-cı ilin noyabr ayında Basarkeçər rayonunun o vaxtki partiya komitəsinin binasında geniş 26 aşıqdan ibarət və çoxlu qonaqlardan ibarət bir tədbir keçirilib və orada Aşıq Ələsgərin 125 illiyi qeyd olunub. Bildiyiniz kimi Aşıq Ələsgərin 150 illiyi doğma torpağı Ağkilçədə qeyd olunub. 175 illiyi 200 illi Bakı şəhərində qəbul olub. Möhtərəm Cənab Prezidentimizin sərəncamı ilə keçən il Aşıq Ələsgərə qoyulmuş abidənin önündə durarkən biz ürəyimizdən bir arzu keçir. Gün o gün olsun ki, biz bu abidəni onun qəbrinin üstündə, Göyçə mahalında, Ağkilçə kəndində var ermənilərin dağıtdıqları qəbrinin üstündə də qoya bilək. İnşallah biz bu arzumuza çatarıq. Bugün Ələsgər bütün Göyçəlilərin, bütün qərbi Azərbaycanlıların fəxr yeridir. Allah ona rəhmət eləsin.